Sabahınız xeyir, necəsiz? Keçənlərdə bir yazı gördüm, bir nəfər yazıb ki, hamı belə cəhcalı həyatını bloklayır. Bir nəfər də ofis həyatından 9-5 iş həyatını bloklasın. Dedim, niyə də yox? Həm də ki, bu 20 yaşlı gənclərə bir motivasiya olar ki, hamı belə səhər oyanır, gedir, kofesini içir, sonra kofe shopda işə başlamır. Yəni 20 yaşların əvvəlində həyat bu şəkildə ilərləmir. Ona görə sizinlə bir yerdə bugün bütün işi bloklayacaq saat 06 neçədirsə, yəni bundan da tez oyanmışam, çünki hazırlaşmaq və evdən çıxmaq prosesi var. Həm danışıb, həm də makyaj eləmək vlogda heç yoxladığım bir şeydir. Daha doğrusu YouTube üçün bu ilk vlog olacaq böyük ehtimal. Amma yenə də yoxlamaq lazım. Bu mənim indiyənə qədər istifadə etdiyim maskaralar içərisində ən sevdiyimdir. Çünki gecə, daha doğrusu axşam mən işdən qayıdanda artıq maskara gözümün altına tökülmüş olur və çox yorğun bir görüntü yaradır. Amma bu maskarada da bir problem yaranmadı deyə çox sevirəm. Səhər-səhər allıq körü olduğumuz anlar. Böyük ihtimalle ofisə çatanda gözümə bu çox görünəcək. Glossu çox sevirəm. Aşırı qəşəng parlaqlıq verir. Gloss çantası Pringstan'ın yanında. Bizim dostlar, nəhayət yoldayıq, gedirik işə. Hava aniden yağmaya başladı. Göstərəcəm sizə. Və həmişə kimi tıxac. Niyə? 5-ci gün və 1-ci gün ekstra tıxac olur. Mənim teoriyamdır bu. Ayşe məncə dəstəkləyir bu teoriyam. Mən də evlənməyəcəm buraya. Böyle evlenebiliriz. Tanımır hele. Tanış ol. Tanış olandan sonra ilişki yap. İlişki yaptım. Ne bileyim, nişanlıydı. Ben sevmirəm o sohbetleri, nişanlan, xına, ne bileyim, kız toyu, oğlan toyu. Konkretlikten nikah vəsiyor. Hiç toy var. Kız oğlan toyu çok var. Bir tane toy elə, bir tane de beşe nikah elə. Mən şey tərəfdarıyım, nikah və partisiya. Ops, bayağı kapamıştım. Neredesiniz arkadaşlar? Günaydın, ofis hadisi. Ofiste hiç kim yok. İşteki en favori aktivite çay demlemeyi olabilir. Dostlarıma salam derim sen bugün. Yok. Salam dostlar. Bugün modum yoktu. Bunlar Mesela kesersin. dostu. Tese dostlardı. Yani YouTube'daki dostlarımız başka dostlardı. Instagram dostlarımız değil. Aa kaşın. Nesi farklı olmuş abi? Bir kaşına bir şey mi yaptın konuşurken? Gece olup beğendim. Astırmışım. Ay benim sarıma baktım verdiğim benim burada. Çiftler bastı. Ay kız orada kızışma öğrendiler. İki film atar dedim ne? Oldu mu yapayalım. Neyse ama yaptırmadık. 2 defa falan attık karşıma. Çünkü atsın vardı. Uyda. Kız dedi ki satın cimidir karşımda atılmak istememiştim. Ne yapayım ben? Qara da olmuşum. Qara qaşıma, qara gözümə utanmadan sarı olmaq istəyirəm. Deməli bu artıq 3-cü iş yerimdə və hər birində fərqli iş saatlarım, fərqli iş tempim olub. Yəni tam olaraq 9-6 iş rejimində olmamışam da. Amma içlərində mənim üçün hal-hazırda ən effektiv olan budur. Çünki səhər günə tez başlayıram və artıq günortaya qədər bir çox planlarımı etmiş ola bilirəm. Və bu məndə günün digər yarısına daha çox motivasiya eləyir. Amma günə daha biraz gec başlayandı üçün əvvəl 10-11, yəni saat 1-ə, 2 saat sonra saat 1 olurdu və sən heç nə etməmiş olurdun, gəlirdin işin öhdəlikləri və bu o qədər də effektiv olmurdu. Bir də məsəl üçün mən çalışıram ki, işdəki o boş vaxtlarımı özümlə bağlı dəyərləndirə bilim. Full iş olmasın. Zaten heç kim 7-24-9 saat full işləmir. Yəni mümkün qədər özümüzə vaxt qalır və bunu maksimum dəyərləndirmək lazımdır. Kara. Məsələn, mən elə bir kofe içsəm, yəni Göstərəmirəm. göstər. Sadece kofe var. Məndə isə hər şey var. Ama kofe az eləmişəm. Kofe. 2 qaşıq Nescafe, üstünə 3 qaşıq şəkər tozu və süd şeyi. O heç yaxşı dadmır. Yo, pesoxun eləyəndə qəşəng dadır. Hə, nədir ki o? Elçindən sınamışım. Mən də istədim. Nə qədər tökürsən, mənə də tök. Belə. Süz deyil, yox. Atalarımın Göz qərarı. Ay da çox tökdün, o qədər tökmə. Yox, Şəkərdən və kofedən çox şəkərlə şey tökdün. tam okeydir yəni. Dayanıb, mən də atıram. Bax fikir verirsən, amma tam okeydir hər yer yox. Məsələn, mən də tökdüm. Ay dostlar, nəsə eləyirik burada. Bəsdir burada. Biraz da tök. Oha. İşte biraz su. Sən çəkindən vuruyor, mən keçim. Nəsə. Elin demişim bence de. Tam okeydir bax. Çox. Zift olmuş, neftin. Bu şeye oxşadı. Bizim yulaflar.
Hayda. Ən ikonik şeydir. Onlayn kursları daha çox sevirəm, çünki mən o hansı saatda hardasa olmağı sevmirəm. Yəni saat 7-də məsəl üçün dərs başlasın, 1 saat yarım orada otur. Dayanmadan bir yerdə oturmaq çox sıxıcı bir şey, yəni. Ona görə ən yaxşısı odur ki, yəni onlayn kursları götürürsən və istədiyin saat istəyirsən, imtahanlarını da istədiyin saat verirsən. Hərdən biraz bu elə bir şey gətirir ki, əgər bir hədəf yoxdursa, daha az progress olur, yəni irəliləmə daha az olur, amma ki hədəflə gedirsənsə və məqsəd qoymusansa, hətta düşünərdim ki, ənənəvi kurslardan daha yaxşıdır onlayn kurslar. Gəlmişik yemək yeməyə. Ofisin ən sevdiyimiz tərəfi nədir ki? Daha doğrusu buranın mənzərəsi. Gözəcək. Dəniz mənzərəsini bilmirəm, dəniz buradan görünür yoxsa. Şey view-su var, amma hava dumanlıdır, dəniz tam görünmür arkadaşlar. Fasilədə dedim kitab oxuyum və neçə vaxtdır bu kitabı oxuyuram. Normalda səhifə sayı azdır, amma içərisində tam olaraq roman kimi deyil, hissə-hissədir. Yəni məktub kimidir deyə biraz uzun vadəli gedir. Yəni bu roman olsaydı böyük ehtimal bunu mən bitirsəydim 2-3 gün, amma indi 2-3 həftədə oxuyuram. Dostlar, gedirik evə. 5-ci günlər ekstra xoşbəxtlik. Niyə? Çünki sabah iş yox. Gün işıqlı. Yarım saatda yolda olacaq. Saat elə 7-yə qalır və biz hələ də evə çatmamışıq. Böyük ehtimal 7-yə çatacaq, amma düşündüm ki, vlogu sonlandırım. Çünki qaranlıq düşmək üzrədir və qaranlıqda vlogu sonlandırmaq istəmirəm. Bu ilk vlogu idi YouTube üçün. Instagramda əvvəl paylaşmışam və artıq bilirəm sistemi, amma YouTube üçün hər şey təzədir və ona görə kommentləriniz çox önəmlidir. Instagram üzərindən də yaza bilərsiniz. Mənfi, müsbət fərq etməz. Yəni biləm, fikirlərinizi bölüşün, nələr olsun, yeni fikirlər də ola bilər. Növbəti vloqlarda görüşənədək sağ olun. Ay sağ olun.